Kənddə yaşayırsansa gün sonu belə olur adlı vloqumla qarşınızdayım. Axşam tərəfi günəşin batmasıyla kənddə günlük sonuçlar görülür. İlk olaraq səhər bağa süd toplamağa gedən inəyi yatmağa getdim. Anasının yolunu gözləyən dananı səhər də olduğu kimi birinci kəndi, sonra süd gözləyirdi. Yetəri qədər süd sağdıqdan sonra növbə gəldi ana ilə balanın qovuşmasına. Onlar işində olsunlar, mən də gedib toyuqlarıma baxım. Həyətə girən kimi toyuq cücə üstümə qaçırdı. Nə qədər də yemək verirəm, gözləri doyur, qarınları doymur. Biraz toyuq cücə ilə vaxt keçirdim, sularını təzələdim və axşam bazardı, nə olsa xeyirdəndir deyib yuvadakı yumurtaları götürdüm. Qarğıdalısını, buğdasını verib həyətdə bacada ətrafda olan toyuq cücəni yığışdırıb, günlük son tapşırıqları da verib evlərin qapısını bağladım, getdim cöngənin yanına. Ancaq yeyib içmək bilən, kökəlmək bilməyən danama suyunu, duzunu, otunu verib heyvanlar üçün olan su qabını doldurdum. Son olaraq da inəyi və danaları yerinə salıb gün sonundakı işləri yekunlaşdırdım. Bəs sizin gün sonu işləriniz hansılar olur?